həmişə olduğu kimi bu ildə Novruz bayramı ərəfəsində bazarlarda canlanma müşahidə olunur. Ən çox tələbat isə çərəzlərədir. Qoz, fındıq, badam, idə kimi çərəzlərlə yanaşı quru meyvələri, xüsusilə də aşqara məhsullarının da satışı artıb. Aşqaraların da ki qiymətləri başlayır. Məsələn, kişmişin qiyməti var 6 manat, 7-yə, 12-yə, yəni fərqli. Ərik də həmçinin 7 manatdan başlayır, 15 manata kimi. Ləpələrin qiyməti başlayır 8 manatdan 22 manata kimi var. Yəni ləpənin xırda böyüklüyünə görə fərqi var. Bir dəqiqə bayram olduğuna görə qabıqsıza çox üstün verirlər. Balaca innablar 3 manatadır. Amma yerlər 7-yə 8 manat arasında dəyişir. Fındığın ləpəsi 13-14 manat arasında dəyişir. Qoz ləpəsinin qiyməti 17-18 manat. Yerli məhsul. Çərəzlər müştərilərə bütöv, qabıqlı və ləpələnmiş, qovrulmuş halda təklif olunur. Quru meyvə və çərəzlər paytaxt bazarlarından müxtəlif ölkələrdən gətirilir. Bazar piştaxtalarında Özbəkistandan kişmiş, İran və Türkiyədən püstə, Qırğızstandan isə qoz ləpələri yer alsa da tələbat daha çox yerli məhsullaradır. Bayramlar ərəfəsində, xüsusilə də ilaxır çərşənbələrdə süfrələri bəzəyən bu məhsullara tələbat artsa da qiymətlərdə bahalaşma müşahidə edilmir. Hətta alarkən bəzən endirimlər də olunur. Qiymətlər də ki münasibdir. Yəni keçərkinə baxanda həmi biraz balaca, yəni 5%, 3% qiymətdə də qalxım olubsa da, amma keyfiyyətlidir. Evdə uşaq var deyin, ona görə qabıqlı almırıq. Biz ləpə alırıq ancaq çox vaxt. Qaynelin, yaxşıdır, pis deyil qiymətlər. Alanda əlbəttə endirim eləyirlər, sağ olsunlar. Alan zaman üzərində zədə yoxdursa, hər hansısa qoxu gəlmirsə, bu məhsulun yeni olmasından xəbər verir. Bundan başqa qablaşdırılmış çərəz aldıqda onun istehsal tarixinə diqqət etmək lazımdır. Eyni zamanda onların saxlanma şəraiti və temperaturuna əməl edilməlidir. Bilikdə adətən uyğunluğun üstünə qoyulur, istehlak olunur. Ancaq uzun müddət, müəyyən müddət və ya uzun müddət saxlanmaq gərəkirsə, onun mütləq şəkildə sərin, quru və qaranlıq yerdə saxlanmalıdır. Günün şüası düşməməlidir. Çünki günün şüası və yaxud da ki, işığın fonunda saxlanılarsa, çərəzlərin tərkibində müəyyən dəyişikliklər olur. Müxtəlif çərəzləri qarışıq şəkildə eyni yerdə saxlamaq da düzgün hesab olunmur. Bu, onların tez xarab olmasına gətirib çıxara bilər. Aydan Əliyeva, Emin Tağıyev, Çinarə Vaqif, Telesəhər.